Tanınmış aparıcı Samir Bayramlının ARB-də yayımlanan full show verilişi bağlanıb. Aparıcı özü bu barədə sosial media hesabında məlumat verib. Samir Bayramlı bildirib ki, artıq bir aydır ki, şəxsi istəyinə və qarşılıqlı razılaşmaya əsasən ARB TV-də yayımlanan və özəl media ilə birlikdə ərsəyə gətirdiyi full show verilişini dayandırıb, yollarını ayırıb. O, paylaşımında belə yazıb. Bir ilə yaxın bir müddətdə birgə çalışdığım bütün komandaya təşəkkür edir, onlara yeni işlərində uğurlar arzu edirəm. Ümid edirəm ki, növbəti gözəl layihələrdə yenidən görüşəcəyik. Naxçıvanda yerləşən restoranların birində yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası FHŞ-nin Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sayısı 420 kvadrat metr olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində restoranın çardaq hissəsi 20 kvadrat metr sahədə yanıb. Restoranın işçi heyəti və müştərilər təxliyə edilib, xəsarət alan olmayıb. Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.